Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul uqdeten bil lisani yefqahu qavli. Allahümme allimna ma yenfa'na ve enfa'na bima allamtana ve zidna ilma. Esselamu aleykum və rəhmətullahi və barakatuhu. Hər birinizi Allahın salamı ilə salamlayıram. Allah həmd olsun ki, Allah Əzzə və Cəllə yenə də bizi onun dinini öyrənməyi, onun dinini zikr etməyi bizə müvəffəq edib. Buna görə Allah həmd olsun, şükürlər olsun. Və Allahdan istəyirəm ki, Allah Subhanahu taala bizim məclislərimizə bərəkət versin və bunların həm bizim üçün, həm də digər qulaq asanlar üçün faydalı olması üçün Allahdan bunun xeyrini istəyirəm. Deməli, bu mövzumuz yenə də əxlaq haqqında hədislərdir. Bu barədə artıq 53-cü dərsdir. Və mövzumuz Allahın evlərinin ədəbləri. Yəni, Allahın evləri deyildiyi zaman məscidlər nəzərdə tutulur. Və bilirsiniz, məscid İslamda nə dərəcədə əzəmətli bir yerdir. Və onlar Allahın evləri adlanır. Və yer üzərində Allaha ən sevimli məkanlardır. Və burada möminlər bir-birinlə ünsiyyət qururlar. Burada möminlərin qəlblərinə rahatlıq gəlir. Və nəfslər rahatlanır burada. Və qardaşlar burada bir-birlərini gördüyü zaman gözlərinə sevinc gəlir. Və məscidlərdə məscid əhlinin dərəcələri ucalır həmişə gəldikləri zaman. Allah yanında mənzilləri böyüyür və məscidlərə gəldiyi zaman insanların günahları bağışlanır və xətaları, eyibləri silinir və ora gələnlərə Allahın razılığı sabit olur. Onlar Allahın razılığını qazanırlar. Necə ki, Əbu Hureyra radiyallahu gələn hədisdə Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, Əhəbbul bilədi ilallahi məsaciduhə və əbğadul bilədi ilallahi əsvaquhə. Hədisi İmam Müslim rəvayət edib. Deyir ki, Allaha ən sevimli yerlər məscidlərdir və Allahın xoşlamadığı yerlər isə bazarlardır. Yəni, burada səbəb niyə belədir? Çünki məscidlər digər yerlərdən seçilirlər. Burada Allah zikr olunur, namaz qılınır, cəmaət şəklində, Quran oxunur, elm halqaları, yəni elm məclisləri orada tərtib olunur və digər əzəmətli ibadətlər. Hansı ki, bunlar hamısı Allaha sevimli olan ibadətlərdir. Lakin bazarlarda isə nə baş verir? Yəni, burada səsküy ucalır, çoxlu səsküylər qalxır, qışqırıqlar və haram davranışlar, yalandan and içmək, kələk, sonra aldatma, hilə və s. şeylər baş verdiyinə görə, yəni ictimai şəkildə Allahın xoşlamadığı yerlər, bazarlar olur. Və başqa bir hədisdə, hələ ki, məscidin fəzilətlərindən danışırıq. Əbu Hureyra radiyallahu gələn hədisdə Allah Nəbi sallallahu aleyhi ve sellem buyurur ki, sizə sizin günahlarınızı silən və sizin dərəcələrinizi qaldıran əməllər haqqında xəbər verimmi? Yəni, bir daha deyirəm, sizə sizin günahlarınızı silən və dərəcələrinizi qaldıran əməllər haqqında xəbər verimmi? Və sahabələr buyurdular ki, bəli, ey Allahın Rəsulu, yəni bu barədə məlumat ver bizə. Və onda Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, çətinliyə baxmayaraq, çətinliyin olmasına baxmayaraq dəstəmazı almaq və həmçinin məscidlərə çoxlu addım atmaq və namazdan namaz arasında olan, digər namazla digər namaz arasını, yəni gözləmək, onu arzulamaq, onu istəmək. Və deyir, fəzəlikumur ribət. Bu əsl deyir, cihaddır. Bu, yəni əsl nəfslə olan cihaddır bu əməllər. Burada fikir versək, birinci nə gəldi? Çətinliyə baxmayaraq dəstəmaz almaq. Yəni, ola bilər ki, insanın hərarəti olsun,
və soyuq sudan biraz qaçsın, insan bu zaman nəfsinə qalib gəlib, əgər o sudan çətinliklə dəstəmaz alarsa və yaxud da ki, bayır soyuqdur və su da qızdırmağa nəsə yoxdur, yenə də buna baxmayaraq, yenə dəstəmaz alarsa və digər çətinliklər olur ki, hansı ki, insan nəfsi istəmir ki, insan dəstəmaz alsın, lakin insan buna baxmayaraq dəstəmaz alırsa, bax, məhz burada çətinlik deyildiyi zaman bu nəzərdə tutulur. Lakin ola bilər ki, həqiqətən insana zərər verən şey olsun, ola bilər ki, insan dəstəmaz aldığı zaman soyuqdan xəstələnsin, evdə soyuq olsun, istilənməyə yeri olmasın və başqa səbəblər olsun. Bu sayılmır burada, yəni bu zərərdən getmir söhbət. Burada əsas odur ki, çətinliklə alınan dəstəmaz. Burada söhbət ondan gedir. Bəzi hallar olur ki, insan dəstəmaz aldığı zaman çətinliklərlə, məşəqqətlə üzləşir. Ona görə İbn Qeym rəhməhullah da gətirir ki, yəni istidə soyuq su ilə dəstəmaz almaqda, soyuqla dəstəmaz alsında fərq var. Yəni soyuqda daha çətin olduğuna görə nəfsə, ibadət çətin olduğundan insana savabı daha çox olur. Və ikinci, deməli, burada gəlir ki, məscidlərə çoxlu addım atmaq. Və bu da o iki mənada başa düşürülür, alimə gətirirlər ki, birincisi, məscid uzaqdadsa məscid, insanın ora addımla getməsi, uzaqdan getməsi və yaxud da ki, bir insanın məscid yaxında ora təkrar getməsi. Hər ikisi bu hədisin altına düşür. Və üçüncü də, yəni namazlar arasında oturub digər namazı gözləmək. Yəni bu namazı qılandan sonra digər namazı gözləmək. Burada da alimlər iki dənə məna gətirirlər. Birinci o mənadır ki, yəni insan namazı qılandan sonra digər namaz üçün darıxır. Yəni deyir ki, kaş ki o digər namaz da gələydi, onu qılardım. Yəni insanın qəlbində gör nə qədər Allaha iman güclüdür ki, insan namazı qılandan sonra təəssüflənir və deyir ki, ya Rəbbi, yəni o biri namazı da mənə çatdır. Bu bir təfsirdə gəlir. Digər təfsir isə gəlir ki, həqiqətən insan oturub məsciddə, məsələn, zöhrü qılır və ondan sonra oturub əsri gözləyir. Bu hədisin altına düşür. Və bu üç əməl, fikir verin, nə edir insanı? İnsanın günahlarını silir və insanı Allah yanında, yəni dərəcəsini ucaldır. Fikir verin və burada da demək olar ki, hər üç əməl nəyə bağlıdır? Hər üç əməl nəyə bağlıdır, qardaşlar? Məscidə bağlıdır. Fikir verin. Yəni, namaz da, dəstəmaz da məscidə gedəndə alınır və həmçində addımlar da və həmçində nədir? Namazları gözləməkdir. Yəni, görün, məscidin İslamda nə qədər yeri var. Və şeyx buyurur ki, məscidlər elə bir yerlərdir ki, Allah izin verib ki, orada onun adı ucaldılsın, yəni azan verilsin və insanlar namaza çağırılsın və həmçinin də qullarını, onları tikməyə, onları ucaltmağa təşviq eləyib məscidləri. Çünki onu tikməkdə ibadətdir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim Allah üçün bir məscid tikərsə, Allah da onun üçün cənnətdə nə edir? Ev tikər, bəli. Və həmçinin də məscid tikmək, yəni axar sədəqədir. Yəni bir insan əgər məscid tikərsə, o məscidin tikilməsinə ya vəsait ayırarsa, ya özü kömək eləyərsə, hər dəfə orada namaz qıldığı zaman insanlar, onların hamısının savabı ona gedir. Yəni təsəvvür etsən, yəni o məscid əgər 5 əsr, 6 əsr, 10 əsr qalarsa, görün, təsəvvür eləyin, yəni o məscidin, yəni ki, savabı hamısı həmin o məscidi tikənlərə gedir. Və həmçinin də orada Allah Subhanahu taala bizə təşviq edib ki, oranı abadlaşdıraq məscidi. Məscid nəyinə abadlaşır? Namazla, Allah zikr etməklə, Quran oxumaqla və həmçində elm öyrənməklə, orada elm öyrətməklə, elm öyrənməklə və insanları orada Allahın dininə dəvət etməklə məscid abadlaşır. Və hələ məscidin şərəfli yer olmasına dəlil olaraq kifayət edir ki, Allah Subhanahu taala özünə onu nisbət eləyib. Bilirsiniz də, Allah Subhanahu taala Quran-ı Kərimdə neyi özünə nisbət eləyirsə, o şeyin şərəfini bildirir o. Məsələn, Allah Subhanahu taala bəzi qulları özünə nisbət eləyir. Özünə nisbət eləyir. Məsələn, nədir? Allah Subhanahu deyir ki, İbədur Rahman, Rəhmanın qulları. Kimdə onlar? Yəni, bütün insanlar Allahın qulları zaten. Elə bir insan, elə bir məxluq yoxdur ki, Allahın qulu olmasın.
Yəni Allahın hökmü onun üzərində keçərli olmasın. Lakin şərəf olaraq elə qullar var ki, Allah onları özünə qul adlandırır. Nədir? İbadur rahmanillezine yemşuna alel ardı havna və izə xatəbəhumul cahiluna qalu salama. Yəni Rəhmanın qulları yer üzərində təvazökarlıqla, sadə şəkildə gəzərlər və cahillər onlara bir pis söz dedikləri zaman onlara salam deyərlər. Yəni tərbiyəsiz eləməzlər onlar kimi. Yəni demək, bunlar kimlərdir? Rəhmanın qulları. Və məsələn Allah Subhanahu taala məscidi də özünə nisbət edib. Allah nə deyir? Və ennel mesacidə lillahi. Yəni məscidlər Allaha məxsusdur. Fələ təd'u ma'allahi əhədə. Və orada Allahdan başqa heç kəsi çağırmayın. Fikir verin. Heç kəsi, yəni heç kəs Allahdan başqa çağırılmamalıdır orada. Və fikir verin indi hədisə. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisi İmam Müslim rəvayət edib. Əbu Hureyr radiyallahu gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən tətahhərə fi beyti. Kim evində dəstəmaz alarsa, bax şərt qoydu. Harada? Evində dəstəmaz alarsa. Thumma məşə iləl beyti min buyutillahi liyaqdiyə fəridatan min fəraidillah. Və sonra deyir, dəstəmaz aldıqdan sonra Allahın fərzlərindən bir fərzi yerinə yetirmək üçün evindən əyaqla hərəkət edərsə məscidə doğru, kənət xatvatuhu ihdahuma tahuddu xati'atan vəl-uxra tərfə'u dərəcətən. Onun bir addımı, onun bir günahını silər hər dəfə gedəndə, yəni hər addım atanda. Bir addımı isə onu bir dərəcə ucaldar. Fikir verin, yəni hər iki addımında onun üçün əcr olar. Deməli, bu hədisdə nə keçdi? Birinci fayda odur ki, müsəlmanın evində dəstəmaz alması. Yəni şərt, yəni ki, bu əcri əgər sən əldə eləmək istəyirsənsə, yəni dəstəmazı harda alıb getməlisən? Evində. Alimlər gətirirlər ki, burada şərt o deyil ki, yəni ev. Ev çox vaxt çünki insan evindən çıxdığına görə hədisdə ev zikr olunur. Yəni ev, insanın evi. Çünki bax, bu şəriətdə yəni ki, belə qayda vardır. Məsələn, deyirsən ki, qəbir əzabı. Yəni qəbirdə insan bastırılır. Amma hər insan qəbirdə bastırılmır axı, düzdür? Yəni insan var ki, yanır, kül olur, insan batır, ölür. Bunlara da qəbir əzabı var. Sadəcə olaraq, niyə görə qəbir əzabı deyil? İnsanların çoxu qəbirdə bastırıldığına görə. Burada da, yəni insan ola bilər, işdə dəstəmaz alıb çıxarsa, istər məsciddən qırada bir yerdə arzu dəstəmaz alıb çıxarsa, o da bu hədisin altına daxil olur. Əsas odur ki, yəni ki, dəstəmazı məsciddən qıraqda alsın. Amma bir də görürsən ki, bəzi qardaşlarımız sələnkarlıq eləyirlər, evdən çıxanda dəstəmaz almır, gəlir məsciddə dəstəmaz alır. Düzdür, bu da icazədir, yəni burada bir günah yoxdur. Sadəcə olaraq bu əcri itirərsən. Aydındır, bu əcri itirərsən. Və həmçinin də ikinci fayda nə gəldi burada? Yəni, kim əyaqla gələrsə və burada da indi bu günləri günümüzdə çox qardaşın maşını var. Ona görə də alimə gətirirlər ki, əgər maşınla məscidə gəlirsənsə, çalış biraz aralıda saxla əyaqlarınla gəlməsidə ki, bu hədisin altına daxil olsun. Ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem başqa bir hədisdə zikr olunur ki, Allah Rəsulü sallallahu aleyhi ve sellem buyurur ki, namazda ən çox savab qazanan kəs məsciddə ən uzaq məsafədən gələn insandır. Hətta Ubey bin Kəb radiyallahu anh rəvayət olunur ki, bir kişi məscidə gəlirdi həmişə, uzaqda olurdu və məscidə gəlirdi və ona təklif eləyirlər ki, sən istidə də, qaranlıqda da, yəni məscidə gəlirsən, gəl sənin üçün bir minik ala, o miniklə gələsən. O da deyir ki, xeyr, mən istəyirəm ki, məscidə getdiyim zaman və evimə döndüyüm zaman hər addımım mənim üçün savab yazılsın. Onda Peyğəmbər sallallahu aleyhi ve sellem bu sözü eşidir. Deyir ki, Allah sənin üçün bunların hamısını cəm etdi. Amma orada bu hədisdən fayda çıxır ki, sən qaydanda da o savabı əldə edirsən. Yəni, gedəndə də, qaydanda da. Yəni, təsəvvür edirsən, hər gedəndə də, hər qaydanda da addımların sənin üçün bir günahı silir və həmçinin də nə edir? Bir dərəcə qaldırır səni. Və həmçinin də bu hədisdə nə göstərir? Fərz namazlarının yeri haradır? Məscidlərdir, qardaşlar. Ona görə də Allah kimə məhvəq eləyirsə, qoy bacardığı qədər məscidə getsin, fərz namazlarını qılsın. Fərz namazlarını məsciddə qılsın. Ona görə də hətta sahabələrdən icmadır ki, icma gəlib ki, sahabələr deyirlər ki, cəmaət namazının yeri məsciddir. Ona görə də insan bacardığı qədər məscidə getməlidir və məscidləri bəzəməlidir.
bəzəməlidir. Bəzən görsən, deməli, və bu məsələdə, o məsələyə toxunarıq, bu məsələdə görürsən ki, məscidlər Allahın şərəfli yerləri olduğuna görə məscidin xas ədəbləri var və müsəlman gərək bu ədəblərə riayət etsin. Çünki məscid Allahın evidir və Allahın evi olduğuna görə də ən çox təzim olunası, ən çox ədəbli olunası, ədəblə yanaşılası yer məscidlər olmalı. Sən necə ki, evində o şeylərə diqqət edirsən, digər yerlərə o şeyə diqqət edirsən, Allahın evləri daha layiqdir ki, ədəbli olasan. Və o ədəbləri şəriət sənə öyrədib. Və Allah Subhanahu taala Quran-ı Kərimdə Nur surəsinin 36-cı və 37-ci ayələrində buyurur ki, Fi buyutin əzinəllahu ən turfəə və yuzkara fihə ismuhu yusəbbihu ləhu fihə bil-ğuduvi vəl-əsal. Bu nur Allahın tikilib ucaldılmasına və içində öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. Yəni, haradadır? Məscidlərdə. Orada səhər axşam ona təriflər deyirlər. Ricalun la tulhihim ticaretun və la bey'un an zikrillahi və iqamis salah. O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Və onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Fikir ver bu ayələrə və bu ayələr məscidlərə aid olan ayələrdir və bu ayələrdə nə gəlib? Yəni ki, məscidləri tikmək. Yəni, raf-oha, yəni uzatmaq. Uzatmaq dedikdə burada nə etməlisən? Yəni, söhbət burada tikmək, onları təmir etmək, onlar üçün çalışmaq, onların tikilməsi üçün və həmçinin onların içini təmizləmək, onların içini təmiz saxlamaq. Hər kəsin borcudur ki, məscidləri təmiz saxlasın və onları hər bir əziyyət verən şeydən qorumaq. Yəni, məsciddə nə əziyyət verirsə insanlara, o şeylərdən gərək özünü qoruyasan və hər kəs özünü qorusun. Və həmçinin də burada nə gəldi? Yəni, namaz qılmaq və həmçinin Quran oxumaq, orada elm öyrənmək və bunlar hamısı ayənin altına daxil olan məsələlərdir. Və Allah Subhanahu bu ayədə buyurur ki, deməli, ayədə nə misal çəkir Allah Subhanahu o kişilər ki, fikir ver, kişilərdir Allah Subhanahu. Yəni, kişilər nədir? Yəni, o kişilər ki, onları nə ticarət, nə də alış-veriş Allahın evlərindən yayındırmır. Yəni, burada alimlər gətirirlər bir neçə məsələni. Yəni, o məsələləri alimlər zikr edirlər ki, burada söhbət kişilər deyəndə, görürsünüz, nə gəldi? Məscidlər ancaq kimə aiddir? Cəmaət namazları. Kişilərə aiddir. Qadınlara cəmaət namazı fərz deyil. Və burada başqa, yəni ki, faydalar da gətirirlər. Və bu, Şeyx Abdürazaq gətirir ki, bu kişiliyin xüsusiyyətlərinin ən gözəllərindəndir. Kişilik xüsusiyyətlərinin ən gözəllərindəndir ki, Allah Subhanahu taala məscidə gedənləri kişi adlandırdı. Kişi adlandırdı. Yəni ki, kişiliyin əlamətləri var da. Məsələn, bizdə cəmaatın içindədir ki, filankəs kişi kimi oğlandır, kişidir, belə, nəsə xüsusiyyətləri var da. Və Allah Subhanahu taala da məscid əhlini kişi adlandırdı, yəni kişilər. Və hətta bəzən görürsən ki, yəni bəzi qardaşlar, bəzi insanlar məscidə getməkdən səhlənkarlıq eləyirlər və bədənlərinin güclü olmasına baxmayaraq, sağlam olmalarına baxmayaraq, cəmaat namazında iştirak etmirlər və bu da, yəni ki, yaxşı hal deyil. Yaxşı hal deyil. Hətta Allah Subhanahu taala buyurur ki, Allah ümumiyyətlə bir çox yerlərdə bəzi möminləri kişi adlandırıb. Ümumiyyətlə möminləri kişi adlandırıb. Deyir ki, möminlər içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər var. Nə var? Əhdə sadiq qalan kişilər. Yəni, bu Allah yanında möminin kişiliyinin ən üstün formalarındandır. Niyə görə? Çünki, bax, mömin
Hər bir mömin, müsəlman İslam'a girmək üçün nə edir? Şəhadət kəlməsi deyir. Əşhədu ən la ilahə illallah və əşhədu ennə Muhammədən Rasulullah. Şahidlik nədir? Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Bu şəhadətin şərtləri varmı? Yəni, bu şəhadət səndən yalnız dillə tələb edirmi ki, sən bunu deyəsən? Yoxsa bunun qaydaları var. Hə? Alimlər gətirirlər ki, alimlərdən zikr edir ki, şəhadət kəlməsi cənnətin qapısının açarıdır. Və hər bir açarın dili olduğu kimi şəhadət kəlməsində dilləri var. O dillər olmasa nə olacaq? Cənnətin qapısını açmayacaq. Ona görə də şəhadət kəlməsində sən Allaha şahidlik edirsən ki, mən sənə şahidlik edirəm ki, Allahım, mən səni tək ilah seçirəm. Bax, kişi kimi söz versən. Və mömin o sözün içində o sözü verir, sonra nə deyir? O möminlər o sözə sadiq qalırlar. Bax, əsl mömin odur. Şəhadətin altında. Yəni, Muhammed s.ə.v-in rəsul olmağına şəhadət gətirir. Bu şəhadətin şərtləri var? Var. Yəni, sən ola bilməz ki, Allah rəsulunun Peyğəmbər olan şəhadət gətirsən, bidət əhlinə qulaq asasan. Mümkün deyil o. Sən sadiq deyilsən. Çünki Allah rəsulunun yolunu əyən, düz göstərməyən ən birinci adam kimdir? Bidət əhli. Bidət, Allah rəsulu s.ə.v-in yolunu əyən və insanları başqa yönəldən yollardır. Və həmçinin Peyğəmbərin xəbərlərini təsdiqləyəsən. Onun əmrlərini itaat eləyəsən. Onun qadağalarından gətirdiyi qadan çəkiləsən. Bu Allah rəsuluna şəhadətdə sadiqlikdir. Həmçinin la ilahe illallah sadiqlik nədir? İnsan o kəlməni sevməlidir. O kəlməni təsdiq eləməlidir, qəlbində qəbul etməlidir və onun içində olan şeylərə boyun əyməlidir və s. Yəni, sən onda sadiq olacaqsan. Bax, əsl onda kişi, möminlərdən olan kişilər bu şeydə üzə çıxırlar. Yəni, bu ayə möminlər səsində Allaha etdikləri əhdə sadiq olan kişilər var. Nədir? O ayənin ardında gəlir ki, onlardan bəziləri Allah yolunda şəhid olurlar və bəziləri də şəhid olmaq üçün gözləyirlər. Təsəvvür edirsən, yəni ki, bu necə də əzəmətli bir Allah tərəfindən möminə verilən bir vəsfdir. Kişilər. Və həmçinin də Allah Subhanahu taala buyurur ki, İnnəmə nədir? Kim deyər? İnnəmə ədatı nədir ərəb dilində? Hə, kim deyər? İnnəmə yaxşallahə min ibadihil uləmə. Allahdan ancaq və ancaq alimlər qorxar. Yəni, Allah ancaq xuşu ilə ibadət edən kim ola bilər? Yəni, Allahı tanıyanlar. İnnəmə hasırdır. Yəni, hökmü yalnız və yalnız o şeyə ispat edir. Ondan sonra gələn sözə ispat edir ki, hökm ancaq buna aiddir. Allah da burada innəmə ilə dedi. Nə dedi? İnnəmə ya'muru məsacidallahi mən əmənə billahi vəl yevmil əxiri və əqaməs salətə və ətəz zəkətə və ləm yaxşə illallahə fəəsə ulaikə ən yəkunu minəl muhtədin. Allah Azze və Cəllə buyurur ki, deməli, Tövbə surəsinin 18-ci ayəsində Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar. Fikir ver, bu ayədə həqiqi Allahın evlərini abadlaşdıran insanların vəsfləri gəldi. Ona görə də kim əgər məsciddən uzaq olarsa, Allahın məscidlərinə getmərsə və bəhanə gətirərsə ki, orada xoşa gəlməz şeylər görür, o sanki nə edir? Sanki həmin o məscidin abadlaşdırılmasını istəmir. Əksinə, mömin getməlidir ora. Mömin gedib öz ibadətlərinin oranı abadlaşdırmalıdır. Məscidləri bidət əhlinə və başqa şeylərə buraxmamalıdır. İnsan gedib məscidləri öz ibadətləri ilə abadlaşdırmalıdır. Ona görə də insan gərək bu şeylərə diqqət eləsin. Ona görə Hafiz İbn Rəcəb rəhməllah deyir ki, məscidlərin abadlaşdırılmasına daxil olan əməllər namaz, zikir, Quran oxumaq, etikafda qalmaq, faydalı elm öyrənmək və onu dinləməkdir. Bu məscidin abadlaşdırılmasıdır. İbn Kəsir rəhməllah gətirir ki, məscidi abad etmək dedikdə
onun bəzədilməsi deyil, orada Allahın zikr olunması nəzərdə tutulur. Ona görə də insan bacardığı qədər möminlər getməlidirlər, Allahın evlərini öz ibadətləri ilə nə etməlidirlər? Abadlaşdırmalıdırlar. Və bu ayədə gəldi ki, birinci şərt ki, məscidləri kim abadlaşdırar? Mən əmənə billahi və yevmil əxir. Allah iman edərsə və axirət gününə, kim Allah və axirət gününə iman edərsə. Və bu da imanın, dinin əslidir. İmanın neçə şərti var? 6. Hansılardır? Bəli, Allaha iman, peyğəmbərlərə, mələklərə, kitablara, axirət gününə, qədərin xeyrinə və şərinə iman gətirmək. Və bunların özlərinin də içində, yəni ki, özlərinin şərtləri var, özlərinin rukunları var. Deməli, Allaha iman dedikdə Rəbb olaraq, yaradan olaraq, ruzu verən olaraq, neymət verən olaraq Allaha iman etmək, onun adlarına, gözəl adlarına və kamil sifətlərinə, uca sifətlərinə iman etmək və onun əzəmətinə, onun böyüklüyünə, onun ucalığına iman etmək və iman etmək ki, ondan başqa ibadətə layiq olan nədir? Haqq məbud yoxdur. Və həmçinin də yalnız ona boyun əymək, onun üçün rük etmək, ona dua etmək, ona təvəssül etmək və bütün ehtiyaclarını ondan istəmək və həmçinin də yalnız ona sığınmaq və bilmək ki, Allahdan başqa qaçış yeri yoxdur. Sən hara qaçsan da Allahdan qaça bilməyəcəksən. Və yalnız Allaha dua etmək və bunlar hamısı yəni salamat imanın altına daxil olan şeylərdir. Və yalnız Allahdan istəmək, yalnız Allahdan kömək diləmək və Allahdan başqası üçün qurban kəsməmək və köməyi, imdadı yalnız Allahdan istəmək. Və əgər insanda bu şeylərdə xələl olarsa, nə qədər əməli çox olursa olsun, onun əməllərində problem olacaq. Çünki məscidlərin abadlaşdırılmasının, düzgün şəkildə ibadət olunmasının əsası bu iman üzərində durur. Və ona görə də qiyamət günü insan birinci növbədə ən əsas ibadətlərdə nəyə fikir verməlidir? Nəyə fikir verməlidir? Ən insan üzərində namazına. Çünki namaz elə bir ibadətdir ki, onu qılanlar üçün vay gəlib. Bu ayə düşündürməlidir insana ki, yəni vay kəlməsi kimi üçün gəlib? Namaz qılansın. Yəni, şeyx burada gözəl bir şey zikr eləyir, fikir verin bu şeyə. Deyir ki, insan namazda, dünyada da Allahın qabağında dayanır və qiyamət gündə Allahın qabağında dayanacaq. Namaz yeganə ibadətdir ki, insanı dünyadan ayırır. Sən yeganə ibadətdəsən ki, namazda Allahu Akbar deməklə dünyadan kəsilirsən. Həm zahirən nə gülmək, nə danışmaq, nə yemək, başqa şeylər eləmək olmaz. Həmsə qəlbən və insanların ola bilər ki, zahirləri bu şeydə eyni olsun, lakin daxillərində problem olduğuna görə onların mükafatı və cəzası da qəlblərinə görə veriləcək. Ona görə də qiyamət günü insan ən birinci soruşulacağı məsələ namaz olacaq. Əgər namazı düzgün olacaqsa, digər əməlləri də olsun, asan da olacaq. Yox, olmayacaqsa, Allah qorusun, nə olacaq, qardaş? Digər əməllərində də problem olacaq. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, Əbu Hureyra radiyallahu deyir ki, mən Allah Nəbisi sallallahu aleyhi ve sellemdən eşitdim ki, o belə deyir. İnnə əvvələ mə yuhəsəbu bihi əl-abdu yevməl qiyaməti min əməlihi salatuhu. Qiyamət günü qulun ilk əməllərindən soruşulacağı məsələ namaz olacaq. Fə in saluhət fəqad əfləhə və əncəhə. Əgər o deyir, keçərli olacaqsa, düzgün olacaqsa, artıq insan qurtulacaq və nicat tapacaq. Və in fəsədət fəqad xabə və xasirə. Və yox, əgər deyir, o pis olacaqsa, o korlanacaqsa, artıq insan ziyana uğrayacaq və itirənlərdən olacaq. Allah qorusun. Ona görə də namaz çox önəmli məsələdir. Namazı insan diqqətli olmalıdır, namazlarına fikir verməlidir. Qəlbində də Allahı zikr etməlidir, qəlbində də. Yəni, Allahı təzim etməlidir namazında da. Qəlbi bazarlarda olmalı deyil namaz qıldığı zaman. Və həmçində sünnət ibadətlərinə fikir verməlidir. Çünki sünnətlər fərzləri qoruyan, yəni digər ibadətlərdir. Və həmçində məscidi təmir edənlərin vəsflərindən gəldi ki, Allaha və axirət günə iman edən, düzdür? Və sonra gəldi ki, namaz qılan və zəkat verən.
Bu da məscidin abadlaşdıran əməllərdir. Namazdır, itayətlərdir, zəkatdır. Hansı ki Allah Subhanahu taalaya yaxınlaşdıran əməllərdir. Bunlar hamısı məscidləri abadlaşdıran əməllərdir. Və məscidlər dedik ki, iman əhlinin gözlərinin nur gətirən yerlərdir. İman əhli məscidlər üçün darıxmalıdır, darıxırlar. Və onların rahatlıq tapdıqları yerlərdir. Və qəlblərinin isnişdiyi yerlərdir. Və sonra qəlblərinin istirahət etdiyi yerlərdir. Və həmçinin qəlblərinin rahatlıq tapdığı, xoşbəxt olduqları yerdir. Çünki orada namaz qılanlar var, Allahı zikr edənlər var, Quran oxuyanlar var, namazı oturub gözləyənlər var və s. Yəni, ancaq bu şeyləri hamısını bir yerdə ara tapa bilərsən sən məsciddə. Düzdür? İndi sən təsəvvür elə ki, sən bu məsciddəsən də, gedirsən Məscid-ül Hərama, milyonlarla eyni niyyət üçün gələn insanlar gəlir oraya. Görürsünüz, ora insanı görünüzü sevindirir. Yeganə yerdə dünyada. Görürsünüz, insan darıxmır orada. Məscidlər də hələdir. İnsan məscidə girdiyi zaman sanki vaxt durur. Vaxt getmir elə bil. Allah Subhanahu o qədər bərəkət verir ki, məscidlərə. Yəni, orada sanki insan dünyadan ayrılır. Ona görə məscidlərdə bəzi ədəblər var ki, inşallah gələcəyini oxuyacaq onları. O şeylər qadağandır məscidlərdə. Və dedik ki, məscidlər Allahın sevdiyi yerlərdir və hər bir möminə vacibdir ki, məscidlərin, yəni ki, o qayda-qanunlara riayət eləsinlər və məscidi abadlaşdırmağa çalışsınlar. Hər kəs məscidə gedib ibadət etdikcə Allahın sanki məscidlərini nə edir? Abadlaşdırır. Və 4 dənə məscid var ki, o məscidləri ancaq peyğəmbərlər tikib. Kim sayır onları? Kim sayır? Hə. Quba məscidi sonra kim tikib onu? Muhammed sallallahu sonra kim tikib onu? Sonra Kəbə kim tikib onu? Bir qaldı kim deyə? Kim tikib onu? Davud əleyhissalam. Bəli. Bu 4 dənə məscidi peyğəmbərlər tikib. Aydındır? Yer üzərində necə ki, İmam Bağavi rəhməhullah öz təfsirində gətirir bunu. Və məscidin dedik ki, ədəbləri var. İnsan gərək bu ədəblərə riayət etsin. Onlardan birincisi nədir, qardaşlar? İnsanın düzgün niyyətlə evdən çıxması. İnsan düzgün niyyətlə evdən çıxmalıdır. Yəni, mən hara gedirəm? Məscidə. Yəni, ora gedəndə niyyətin nə olmalıdır? Gedib kimsə görəcəm, orada görüşəcəm, iş təklifi olacaq, söhbət eləyəcəm. Hələ? Yox. Görsən, nə niyyət eləməlisən? Kim evindən dəstəmaz alıb çıxarsa, hər addımı, bax, bunu zikr etməlisən ki, qəlbindəki, subhanallah, bax, bu mənə baş verəcək. Və həmçinin də digər məscidə gedən savablar, hamısı onları öyrəndikcə, bunlar niyyət edib evdən çıxmalısan. Və niyyət də elə bir şeydir ki, insan davamiyyətli şəkildə ona mübarizə aparmalıdır. Ona görə də Sufyan Sovri rəhməhullah deyir ki, niyyətimdən daha çətin bir şeyi, yəni islah etməmişəm. Niyyət daimə dəyişir. Ola bilər, sən evindən Allah niyyətindən çıxarsan, məscid niyyətindən çıxarsan, yolda elə bir hadisə baş verər ki, niyyəti dəyişərsən. Ona görə daima niyyəti təzələməlisən, daima niyyəti işləməlisən. Sələflər deyərlər ki, biz ibadətin əvvəlində Allah üçün girdik ibadətə, ortasında niyyətimiz dəyişirdi. Onu düzəltmək lazımdır. Daima tez işləmək lazımdır üstündə ki, niyyət korlanmasın. Çünki innəməl əməlu bin niyyət nədir? Əməllər, mükafat nəyə görədir? Ancaq niyyətə görədir. Niyyət korlandısa, Allah qorusun, ona görə də o əməllərdə də xarablıq olur. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisində buyurur ki, "Mən ətəl məscidə li şeyin fəhuvə hazzuhu." Kim məscidə bir şey üçün gələrsə, onun mükafatı da ona görədir. Yəni məscidə insan nə üçün gedirsə, mükafatını ona görə götürür. Yəni insan məscidə dünya niyyətinə gedirsə, onun məsciddən heç bir o savabdan heç bir payı yoxdur. Yəni məscidə Allahın evini abadlaşdırmaq üçün və digər ibadət niyyətlərinə gedərsə, o paydan da ona, yəni ki, qalır. Necə ki, Allah qorusun, ümumiyyətlə, insan ibadətinə heç bir şey Allaha şərik qoşmalı deyil. Əgər Allahla bərabər bir şey niyyət olunursa, ola bilər ki, insan bu hədisin altına düşsün. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah Subhanahu qüdsətsə buyurur ki, "Qalallahu Teala, "Ənə əğnə şurakə", yəni şirk. Mən
mənə şərik qoşanların şirkindən ehtiyatsızam. Ehtiyacım yoxdur onlara. Mən amilə əmələn əşrəkə fihi mə'i qayri təraktuhu və şirkuhu. Kim mənə hər hansı bir əməldə, yəni o ibadətdə mənimlə bərabər başqasını mənə şərik qoşarsa, şirki ilə bərabər onu tərk edərəm. Yəni, Allah qorusun, yəni bu çox təhlükəli məsələdir. İnsana, yəni ki, problem gətirən məsələlərdəndir. Ona görə bəzən görürsən ki, qardaşlar məsciddə ticarət edirlər. Bəzən görürsən ki, dünya söhbətlər edirlər. Bunlar hamısı təhlükəli məsələlərdir. Və xüsusən də bu vüsət alıb bu günlər bizdə cümələrdə. Hansı ki, bu artıq müsibətdir. Müsibətdir. Yəni, insanın məscidə qapısından içəri girdisə, dünya yaddan çıxmalıdır. Qoymalısan qapının ağzında dünyanı qəlbinlə və zahirинlə. Girməlisən məscidə. Ola bilər ki, sənin o yaxşı olmayan hərəkətlərin məsciddəki insanlara mane olar. Və Allahın cəzası gələr sənə. Məscid Allahın sevdiyi yerlər. Ona görə də Əta ibn Yasar rəhməhullah bir nəfərin məsciddə ticarət etdiyini görüb deyir ki, onun yanına çağırıb deyir ki, bu axirətin bazarıdır. Haradır? Bu axirətin bazarıdır. Əgər ticarət etmək istəyirsənsə, çıx get dünya bazarlarına. Fikir ver. Yəni, bu axirətin bazarıdır. Mən buraya gəlmişəm axirətin bazarına, buradan almağa, axirətin məhsullarını buradan yığmağa. Mən gəlməmişəm bura dünyanın bazarlarını buradan yığmağa, ticarətini. Eləmək olmaz. Ona görə gəlib ki, kim məsciddə bir şey itirərsə, onu axtararsa, onu nə demək lazımdır? Qoy sənin itirdiyi Allah səni tapmağa müvəffəq eləməsin. Yəni, gör nə ilə məşğul ol insan məsciddə. Və yaxud da ticarət eləyən Allah sənin malva, neynəsin? Bərəkət gətirməsin. Xüsusən cümədə xütbəni dinləmək vacibdir. Cümə namazının xütbəsini dinləmək vacibdir. Xütbəni korlayarsan sən, adi hətta bir yersiz hərəkət eləməyən. Amma görsən, qardaş söhbət eləyir, telefonla qurdalanır, lazımsız şeylər eləyir. Bu olmaz, belə şeylər qadağandır. Qadağandır məsciddə. Xələl gətirir insanların ibadətinə. Ona görə də insan məscidin ədəblərinə riayət eləməli. Sən əgər məscidə gəlmisənsə, öz nəfsinin istəklərini yox, Allahın istəklərini məscidə tətbiq eləməlisən. Çünki Allahın evləri də oralar. Allah səndən belə olmaq istəyir orada. Və düzəltməlisən özünü. Və məscidin ədəblərindən şeyx gətirir ki, insanın evindən çıxdığı zaman təmiz çıxması. Yəni, pis iy verən hansı bir maddənin üstünə vurmaması və yaxud da ağzına atmaması, bədənindən tərinin gəlməməsi. Çünki məsciddə həmçinin insanlarla bərabər mələklər də olur. Və insanlara əziyyət verən şey nədir? Mələklər də əziyyət verir. Ona görə Allah Rəsulü sallallahu aleyhi ve sellem buyurur ki, mən əkələ min həzihil bəqləti sumi və bunu bir dəfə deyir və başqa bir yerdir ki, mən əkələl bəsalə və sumə vəl kurrasə fələ yəqrabənnə məscidənə fə innəl mələkətə təəzzə mimmə yətəəzzə minhu bənu ədəm. Kim deyir? Yəni, sarımsaq yiyib və yaxud da sarımsağa oxşayan soğandır, digər iyili şeylərdir. Məscidə gələrsə deyir, Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki, bizim məscidimizə yaxınlaşmasın. Çünki deyir, mələklər insanların əziyyət çəkdiyi şeylərdən də, yəni mələklər əziyyət çəkirlər. Ona görə də bu hədis o vaxt ki, Xeybər fəth olunduğu zaman, yəni sahabələr o qədər ac idilər ki, yəni sarımsaq tapırlar və sarımsaq yiyib məscidə gəlirlər. Onda Allah Rəsulü sallallahu əleyhi və səlləm yəni ki, bu hədisi zikr eləyirdi ki, ey insanlar, mən Allahın mənə halal etdiyi şeyi sizə haram etmək üçün göndərilməmişəm. Yəni, sarımsaq haram deyil. Lakin, yəni, onu yiyib məscidə gəlib insanlara əziyyət vermək, yəni ki, bu müsibətdir. Və həmçinin də bura bugün günümüzün bəlası olan nə daxildir? Siqaret. Yəni, bəzi qardaşlar, Allah islah eləsin onları, yəni siqaret haramdır ümumən. İstər məsciddə, istər digər yerlərdə, yəni ümumiyyətlə siqaret haramdır. Evdə zövciyə, uşaqlara əziyyət versən buna görə, böyük əziyyət versən, həmçinin məsciddə gəlib cəmaata əziyyət versən, öz bədənvə əziyyət versən, yəni nə sayılmalıdır ki, insan bundan ibrət alsın. Hətta həkimlər üstünə yazıblar ki, sağlamlığa nədir? Ziyandır. Və siqaret haramdır. Və şeyx gətirir ki, yəni bunu çəkib gəlirsən, ses olmasa, birincisi deyir, tərgizməlisən. Tərgiz haramdır deyir. Çəkmək olmaz. Əgər deyir, bacarmırsansa, nəfsin zəifdirsə, imanın zəifdirsə,
Əks, heç olmasa şeylə, ağzı o qoxudan, yəni neynəsə bir vasitə onu uzaqlaşdır özündən ki, müsəlmanlara əziyyət verməyəsən. Yəni təsəvvür elə ki, namaz xuşu ilə bərabər böyük savab gətirir. Yəni namazı xuşusuz qılsa insan, Allah qorusun. Yəni üzdə keçərli olacaq qiyamət günü namaz. Amma nəyə olmayacaq onu? Zərrə qədər də savab olmayacaq. Bilirsiniz də, Allah Rəsulü sallallahu əleyhi və səlləm nə gətirir? Yəni insan deyir namazına girir, namazının yarısı ilə, ya 1/3 ilə, ya 1/4 ilə çıxır namazdan. Ən pis oğurluq adlandırıb namazdan insanın oğurluq etməsini. Yəni insan girir namaza, hər dəfə şeytan oğurlayır ondan. İndi sən təsəvvür etsən, dayanmısan namazda, biri gəlir o ilə sənin yanında dayanır. Bütün xuşu gedir insandan. Bütün fikir, zikir gedir insandan. İnsanın sən özünlə bərabər başqasına əziyyət verirsən orada. Allahdan qorxmaq lazımdır. Müsəlman gərək məscidi diqqət, həmçində tər məsələsi. Görürsən, cümə günü qüsl almaq, yəni ki, bəzi alimlərə görə vacib, bəzi alimlərə görə nədir? Müstəhəbdir. Hətta Şeyx Hüseyn rəhməhullah deyir ki, əgər səndən müstəhəb görür Şeyx Hüseyn qüsl almağı, lakin deyir ki, əgər səndən tər iyi gəlsə, sən qüsl alıb getmək nədir? Vacibdir. Ona görə yəni ki, bu şeylər diqqət olunmaq lazım. Hətta görürsən, məscidin ədəblərinə nədir? İnsan ətirlənib ora getməsidir. Və bir hədis oxuduq ki, yəni kim evində dəstəmaz alarsa və gözəl şəkildə və sonra da Allahın fərzlərinə bir fərzi yerinə yetirmək üçün məscidə gedərsə, onun hər addımı, bir günahını silər, bir addımı isə bir dərəcə qaldırar. Və bugün oxuyacağımız sonuncu ədəb isə, növbəti ədəbləri inşallah gələn dəfə götürərik. Deməli, bu kifayətləndik bununla. Bununla kifayətlənirik inşallah. Bununla kifayətlənirik. Düzünü Allah bilir və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və sahbə əcməin.